Baxıram birinci suala, 4-cü sınavın birinci sualı. Mənfi kök 51-in tam hissəsi, mənfi kök 51-in tam hissəsini tapsam, olacaq mənfi kök 51-dən çıxır təxmini 7,2 yazaq, 7,2 yazaq. Bundan da olacaq mənfi 8 tam hissə. Və 5,2-nin kəsir hissəsi, 5,2-nin kəsir hissəsi də olacaq 0,2 və bunların hasili deyir mənfi 8 vur 0,2 olacaq mənfi 1,6. Baxıram ikinci suala. Deyir ki, şəkildə AMB qövsünün çevrə çəkək. AMB qövsünün olsun A nöqtəsi, N nöqtəsi, B nöqtəsi. AMB qövsünün 120 dərəcəli və bunu çəkək. Çevrə mərkəz nöqtəsində qeyd eləyək. Mərkəz olsun O nöqtəsi və bizə deyir ki, AOB bucağı AMB qövsünün dərəcəsi 120 dərəcədir. Əgər bucaq ANB 120 dərəcədirsə, onda buna söykənən mərkəzi bucaq da 120 dərəcə olur. Və buna söykənən mərkəzi bucaq 120 dərəcə olur. Mərkəzi bucaq 120 dərəcədirsə, bunlar hər ikisi radius olduğuna görə, O ilə OB radius olduğuna görə oturacaq bir şey bucaqlarımız olacaq 30 dərəcə. 30 dərəcə, 30 dərəcə. Yəni, bərabər yanlış bucaq olur. Biz bilirik ki, 120-30 qaydasında üçbucağın yan tərəfinin kök 3 misli bərabərdir oturacağına. Buradan da eri tapsaq, AB bölünsün kök 3-ə. Və bizim də AB qövsümüzün vətərimizin uzunluğu 18. 18 bölü kök 3. Bu da eləyəcək 6 kök 3, yəni C bəndi. Baxıram 3-cü sualda. Verilmiş ədədlər üzrəsindən neçəsi qarşılıqlı tərsdir? Biz bilirik ki, qarşılıqlı tərs ədədlərin hasili 1-ə bərabərdir və qarşılıqlı tərs ədədlər ya hər ikisi müsbət olmalıdır, ya hər ikisi mənfi olmalıdır. Buradan da baxanda bilirik ki, birinci 1 mənfi 1 müsbətdir. Bu olmaz. İkinci 7-də 5 ilə 10-da 14. Bu da eləyir 7-də 5-də 7, 5-də 7 və 7-də 5 qarşılıqlı tərsdir. Deməli, ikinci düzdür. Birinci səhv eləyik. Üçüncüyə baxaq. Üçüncüdə mənfi 4-də 1-dən mənfi 4. Bunların da hasili bizə 1-i verdiyinə görə deməli bu da olar. Və dördüncü kök 5 çıx 2 ilə dördüncü kök 5 çıx 2 ilə kök 5 plus 2-də bunun da hasili 5 çıx 4 1-i verir. Ona görə deməli bu da qarşılıqlı tərsdir. Və 5-ci mənfi 4,5 ilə 4,5 bunlar da əks ədəddir deyə olmaz. 5-ci də olmaz. Deməli 3 dənəsi olacaq C bəndi. Baxıram 5-ci suala. A 2,4 vur 10 üstə 5, B 0,5 vur 10 üstə AB hasinin tərtibi 9 olur. Tərtibindən söhbət gəlsə deməli bu standart şəklə gətirməliyik AB hasini. Birinci A vur B hasini tapsaq 2,4-ü 0,5-ə vuranda eləyir 0,12. 10 üstə 5-də 10 üstə 10-a vuranda eləyəcək 10 üstə n plus 5. Əsaslar yanında qüvvət üzəri toplanır. Bunu da standart şəklə gətirək. 0,12. Biz bilirik ki, ədəd standart şəklə gətirəndə onun qiymətli hissəsi 1 ilə 10 arasında olmalıdır. Burada da baxırıq ki, 1 ilə 10 arasında olmadığı üçün bunu 1,2 vur 10 üstə mənfi 1 kimi yazırıq və vurulsun 10 üstə n plus 5. Bu da eləyəcək 1,2 vurulsun 10 üstə n plus 4. Bizə deyir ki, bunun tərtibi 9 olarsa, yəni n plus 4 bərabərdir 9-dursa, n bərabərdir 5-ə. Baxıram 6-cı suala. 6-cı sualda deyir ki, ABC-ni müqayisə edin. A-mız bərabərdir 5 minus kök 23. Və birinci bunlar hamısını bir-bir tapsam. Bu A-dır və mən tapıram buradan 1 bölü A-nı. Onda 1 bölü A bərabərdir. 1 bölünsün 5 minus kök 23. Bunu da qoşmasına vursaq, sürətdə 5 plus kök 23. Məxrəci də qoşmasına vursaq, yəni 5 minus kök 23-ü vururuq 5 plus kök 23-ü sürət məxrəcinin qoşmasına vurduq. Bu da eləyir 5 plus kök 23 bölünsün məxrəcdə qalır 2. Bu birincidir. İkinci 4 minus kök 14'dür. Bunu da 1 bölünsün 5 kimi yazsaq 1 bölünsün 4 minus kök 14. Bu da eləyəcək 4 plus. Deməli, olacaq 4 plus kök 14 bölünsün 4 minus kök 14 vurulsun 4 plus kök 14. Bu da bizə verir ki, sürətdə 4 plus kök 14, məxrəcdə də 2. Bu da ikinci idi və üçüncünü də bu şəkildə yazaq. Üçüncünü də buradan yazıram. Üçüncü də 1 bölünsün C bərabər olur 4-ə. Yəni, buradan qiymətlərə baxsam təqribi 23-dən 5 tam neçə çıxır? Məsəl üçün, deyim 5 tam onda 1 çıxsa, 5 tam onda 1. 5, daha doğrusu 4 tam neçə çıxır? 5 tam onda 1, 4 tam. 4 ilə 5 toplayanda 9, 9 2 4 tam neçə? Deməli, 1 bölü A 1 bölü C-dən böyükdür. Çünki 1 bölü C 4-dür, 1 bölü A 4 tam neçə olur?
Və ikincidə də 4 ilə kök 14. Kök 14-dən yenə deməli kök 14-dən çıxır bizdə 3 tam nə qədər? 3 tam neçə? 4-ün üstə 3 tam neçə gələndə 7 tam 12-yə böləndə düşür bizdə təqribi 3 tam onda 5 yazacaq. Aha, bunu da təqribi dedik 5-in üstə 4 tam, yəni 4 tam onda 5 yazacaq təqribi. Və 1 bölü C-də olacaq 4. İndi bunları 1 bölü A, 1 bölü B, deməli 1 bölü A, 1 bölü B və 1 bölü C-ni müqayisə eləsək. Ən böyüyümüz 1 bölü A-dır. Sonra böyüyümüz 1 bölü C-dir və ən kiçiyi də 1 bölü B-dir. Bunlar tərsinə dediyinə görə bizə ABC-nin müqayisəsi istəyir. Ona görə bunlar tərsinə çevirəndə işarə də dəyişir. ACB, yəni B bəndi. Baxıram 7-ci suala. Şəkildə AC vətən radiusə bərabərdir. Deməli. AC vətən radiusə bərabərdir. Bucaq BCD 60 dərəcə olarsa, DBC bucağın isə yəni x istəyir. Əgər bucaq BX-dırsa, onda bu qövs olacaq 2x. Bucaq C 60 onda bu qövs olacaq 120. Bunu qeyd edək. Və deməli, buradan aldıq ki, bu bərabər yanlış bucaqdırsa, bu alfadırsa, bura 2 alfa olur bu qövs. Eyni zamanda bu da alfadırsa, aha, bu bucaq alfadırsa, onda alfanın söykənliyi 120 plus 2x-in yarısı bərabərdir alfaya. Buradan da 60 plus x bərabərdir alfaya və alfaçı x bərabərdir 60-a. Aha, bu birinci. Bu şəkildə yazdıq. Baxaq, digər tərəfdən bizə şərt verib ki, bunu silirəm hələ ki, bizə şərt verib ki, AB bərabərdir BC-yə və AC vətən radiusə bərabərdir. Onu çevirəm, mərkəzini qeyd edirəm. Bura R-dir, onda burada R-dir, mərkəz olduğuna görə. Və AC vətəri radiusə bərabər olduğunu qeyd elədik, onda bura 60-dır. Burada bir bərabər üç bucaq yarandı. Bu AOC bucağı 60, sonunda o söykənliyi qövsdə 60-dır. Bu şəkildə 60-dır və digər tərəfdən də 60-dırsa, onda bucaq B olacaq 30 dərəcə. 60-a söykəndiyi üçün. Bucaq B olacaq 30 dərəcə. Bunu da silirəm və bucaq B-yi yazıram 30 dərəcə. Bucaq B 30 dərəcədirsə, onda A və ABC bərabər yanlış bucaqdır. AB BC-yə bərabərdir. 180-ə 30 çıxanda 150, 75 dərəcə və burada 75 dərəcə olur. 75 dərəcə. Aha. Biz də bu şəkildə qeyd etdik. Bizim alfamız oldu 75 dərəcə. Onda 75 çıx x bərabərdir 60-a, x də olacaq 15 dərəcə. C bəndi. Baxıram 8-ci suala. 8-ci suala deyir ki, radiusun konusunda 80 dərəcəlik mərkəzi bucağın qövsün uzunluğunu tapın. Qövsün uzunluğunu tapanda mərkəzi bucağın PR bölü 180 vur, alfanın yerində də 80 yazıram. O da bərabərdir. PR-imiz 12 bölü 180 vur 80. Bu arada ixtisar kəssə, deməli, ixtisar aparsaq 4 ixtisar gedir 3, bir də 2 ixtisar gedir 9, 2 ixtisar gedir 6. Olacaq 48 pi bölü 9. Bu da 3 ixtisar getsə 16 pi bölü 3. Yəni B bəndi. Baxıram 9-cu suala. Şəkildə diametri AB olan yarım çevrə verilmişdir. Deməli, qövs YF qövsü bərabərdir FB qövsünə. YF bərabərdir FB qövsünə. AMY 48. BAF bucağını istəyir. Yazaq. Deməli, buradan baxaq. Bura 48-dir, burada 48-dir. Yazaq. Deməli, bura 48-dirsə, 48-in qoyunsun yazaq 132. 132. Və bu A bucağı x-sa A-ya söykənin FB qövsü olacaq 2x. Eyni zamanda FB də YF bərabər olan YF də 2x-dir. Və burada bir alfa bucağı desəm, B bucağı alfası B-nin söykənliyi A-ya qövsü də 2 alfa olacaq. Və bu yarım dairə olduğundan yarım çevrə.
2 alfa üstə gəlsin 4x bərabər olur 180'ə. Tam olsaydı 160'a bərabər eləyərdik. Yarım çevrə olduğuna 180'ə. Onda 2x plus alfa bərabər də 90'a. 2x plus alfa 90'dır. Və eyni zamanda baxsaq bu üç bucağa. Bu üç bucaqda da bucağın biri x-dir, biri alfadır, biri 132. Onda alfa plus x plus 132 bərabərdir 180'ə. Buradan da x plus alfa bərabərdir 48'ə. Alfa ilə x-in cəmi 48'i. Gətirib bu birincidə yerinə yazsaq. Bu birinci olsun, bu ikinci. Birincidə gətirib alfa plus x-i yerinə 48 qoysaq. Burada 2x-i parçalarım. X plus alfa bərabərdir 90'a. Bunun yerinə gətirib 48 yazsaq. X plus 48 bərabərdir 90'a. X də bərabərdir 30, deməli 42'yə. A bənd. Baxıram 10-cu ədədlərə neçəsi irrasionaldır. Demək, birinci irrasionaldır. İkinci 2 kök 3'dən 2 kök 3'ü çıxanda 0. Bu tamdır, bu getdi. Kök 48'i kök 3'ə böləndə kök 6 16 eləyir, bu da 4. Bu da tamdır. Pi irrasionaldır. İrrasionaldan rasional çıxanda irrasionaldır. Deməli 1 4 oldu. Sinus 10 da irrasionaldır. Tam ədədə bərabər deyil və loqaritm 3-cü dərəcənin 2 də irrasionaldır. Deməli 4 dənəsi deyə bəndir. 11-ci suala baxıram. 11-ci sualda 12 ədədin ədəd ortası 15'ə bərabər. 12 də ədəd götürək A1-dən düz A12 kimi ədədlər. Bu ədəd ortası deyəndə 12'yə bölürük. 12'yə bölürük. Bərabərdirsə 15'ə. Onda A1-dən A2 kimi ədədlərin cəmi, A12 kimi ədədlərin cəmi də olacaq. 12 vur 15 yəni 180'ə. Aha, indi deyək ki, bu ədədlərin cəminin, yəni bu cəmi tapdıq 180, bunun 4 hissəsini tapın. 180 vur 4'də 3. O da eləyəcək 135. Baxıram 12-ci sual. 12-ci sual deyir ki, A0 ilə 1 arasında bir ədədlərin ən kiçiyini tapın. Məsələn, burada biz A-ya ədəd götürə bilərik. A-ya götürərik 2'də 1. 2'də 1 götürsək, birinci mənfi 4'də 1 eləyir. Mənfi 2'də 1'in kvadratı mənfi 4'də 1. Sonra mənfi 2'də 1'in kubu eləyir 8'də 1. Sonra mənfi 2'də 1 isə 4 eləyir 16'da 1. Sonra mənfi 2'də 1 isə 5, mənfi 32'də 1, eyni zamanda mənfi 64'də 1. Biz bilirik ki, bunlardan da ən kiçik deyəndə olacaq mənfi 64'də. Deməli, ən kiçik mənfi ədədlər olduğuna görə birinci mənfiləri atsaq. 4'də 1, 8'də 1, 16'da 1, 32'də 1 və 64'də 1 sürətləri bərabər olan kəsrlərdən məxrəci kiçik olan deməli, məxrəci kiçik olan daha böyükdür. 4'də 1 daha böyük olur. Amma qarşısında mənfi olduğuna görə deməli 4'də 1 daha kiçik olur. Bu da hansıdır? A üstə mənfi A-nın kvadratı, yəni A bəndi. Deyir ki, mənfi 4 kök 3 ədədinin tam hissəsini tapın. Bunu kökün altına salsaq, 4'ü salsaq kökün altına kök 48. Bu da təxmini mənfi 6,9 olsun. 48'dən çıxır 6 tam neçə? Mənfi 6,9. Bunun da tam hissəsi olacaq mənfi 7. Yəni E bəndi. 14-cü suala baxaq. Aralığında daxil olan tam ədədlərin cəmini tapın. Deməli, bu aralığında daxil olan tam ədədlərin cəmi deyəndə mənfi 11 ilə 15 aralığı gedir. Mənfi 11 ilə 15 aralığı. Burada da mənfi 11'dən düz müsbət 11'ə qədər hamısı bizə 0 verəcək. 0. Qalır 12, üstə gəl 13, üstə gəl 14, üstə gəl 15. Bunlar cəmləri. Bu da eləyəcək 27, 27, 54. Baxıram 15-ci sual. Sinifdəki 24 şagirdin 24 şagird A1 yazaq A24 kimi işarələyək. Bunların yaşlarının ədəd ortası 12'yə bərabərdir. Onda A1'dən, yəni 24 dənə şagirdin yaşları cəmi olacaq 24 vur 12. 24 vur 12. Aha, bu da elədi 288 və bizə deyir ki, onların sinif rəhbəri ilə birlikdə yaşlarının ədəd ortası, yəni sinif rəhbərində gəlsək, buna da R yazaq sinif rəhbərinə. Bu zaman 25 nəfər olmuş olur. Bunların sinif rəhbərləri yaşları ədəd ortası birlikdə 14'ə bərabərdir. Onda üstə gəl R bərabərdir. Bu da 25 vur 14, yəni olacaq. O da eləyir 3, deməli 350.
olur 350. İndi bizə deyir ki, rəhbərin yaşını tapın. Uşaqların yaşları cəmi 228 tapmış, 288 tapmışdı. Yerinə yazsa 228 rəhbər bərabər 350-yə. Onda rəhbərin də yaşı olacaq 62. R də bərabərdir buradan 62-yə. Buradan yazım. R bərabərdir 62. Demək, buradan da R tapsaq, yəni rəhbərin onun da 62 yaşı olacaq. Baxıram 16-cı suala. Çevrənin hər hansı bir nöqtəsində bir-birinə perpendikulyar uzunluqları 8 və 6 olan iki vətər çəkilib. Biri 6-dır, biri 8-dir. Vətər çəkilib və bizə deyir ki, çevrənin radiusunu tapın. Biz A ilə C-ni birləşdirsək, bu diametr olacaq. Çünki diametri sökülən bucaq düz bucaqdır. Onda AC-miz olacaq 10. Pifagora görə 6-ın kvadratını 8-in kvadrat cəmi verəcək bizə 10-un kvadratın. AC 10-sa, yəni diametr 10-sa, radiusda 10-un yarısı olacaq 5. Baxıram 18-ci suala. 18-ci sualda da çevrəyə toxunan və AB parçasının uzunluğunu istəyir bizdən. Burada nə edərik? Bir dəqiqə. Aha. Bunu tam çəkirəm axıra qədər. Bura bir C yazıram. Biz bilirik ki, deməli, CO 3,5 isə C yazmayaq. Bura bir K yazaq. CO 3,5 isə onda OK da 3,5-dir. 3,5-dir. Onda AB-nin yazıram. AB-nin kvadratı bərabərdir AC vurulsun AK-ya. Və toxunan və kəsənin xassəsi. Onda AB-miz yoxdur, yazıram elə AB-nin kvadratı bərabərdir. AC-miz 9 vurulsun. AK-mız da 9 üstəgəl 3,5 üstəgəl 3,5. Buradan da AB-nin kvadratı bərabərdir 9 vurulsun 16. Deməli 9 vurulsun olacaq 16. Buradan da AB olacaq 12. Baxıram 19-cu suala. 19-cu sualda 3 bölünsün. Deməli 3 bölünsün kök 5 çıx kök 2. Deyir ki, ədədin kəsr hissəsini tap. Birinci bu ədədi irrasionaldan azad eləyək. İrrasionaldan azad eləsək olacaq kök 5 qoşmasına vuraq. Kök 5 çıx kök 2 vurulsun kök 5 plus kök 2. Sürətli də 3 vurulsun kök 5 plus kök 2. Olacaq məxrəzdə 3, sürətli də 3 vurulsun kök 5 plus kök 2. Aha, 3 dərdə gedir. Olur kök 5 plus kök 2. İfadəni sadələşdirdik. İndi bizdə bu ədədin kəsr hissəsini istəyir. Kəsr hissəsini tapmaq üçün kök 5 plus kök 2 kəsr hissə bərabər. Kəsrlərin tamamında ədədin özündən çıxırdıq həmin ədədin tam hissəsini. Yəni kök 5 plus kök 2-nin tam hissəsini. Bu da bərabərdir. Kök 5 plus kök 2 çıxılsın. Kök 5-dən təxmini çıxır. 2 tam məsələ üçün onda 4 deyək. Kök 2-dən də 1 tam onda 2 deyək. Bunları da toplayanda 3 onda 6. 3 onda 6-nın tam hissəsi olacaq bizdə 3. Bu şəkildə. Baxıram 20-ci suala. Divar saatının dəqiqə əqrəbi uzunluğu 20 santimdir. 20 dəqiqə ərzində əqrəbin uc nöqtəsinə qədər yol gedir. Bunu bir dənə saat çəkək göstərək. Bir dənə dairə çəkirəm. Aha, bu bunun mərkəz nöqtəsi. Və bir dənə əqrəblərini çəkək bunun. Deməli, sabit duranda 12:00-da. Bu da olsun saat. Bir dəqiqə. Bu da saat 4 olsun. Bir dənə saat 3'ə göstərim. Bu da saat 3 olanda. Baxaq, bura 12'dir. Bura 3'dür, bura 4'dür. Bizə deyir ki, divar saatının dəqiqə əqrəbi, bu dəqiqə əqrəbidir. 20 dəqiqə ərzində nə qədər? 20 dəqiqə ərzində əqrəbin uc nöqtəsinə qədər yol gedir. 12-dən başlayır. 12-dən başlayır. Yol gəlir buya. Yəni bu qövsün uzunluğuna qədər. Deməli, işarələsək bir A, bu bir B. Deməli, bizdən AB qövsün uzunluğunu soruşur. İndi baxaq bura. Saat 3'də bu 90 dərəcədir. Biz demişik ki, hər bir saatda, yəni
hər 1 saatda və yaxud da hər 5 dəqiqədə. Hər 1 saatda bucaq 30 dərəcə, qövs 30 dərəcə olur. Düzdür. A-dan 3-ə qədər 90 dərəcəli bucaqdır və 3-dən 4-ə də 30 dərəcəli bucaqdır. Onda deməli A-dan B-yə qövsün dərəcə ölçüsü olacaq 120 dərəcə. A-dan B-yə qövsün dərəcə ölçüsü olacaq 120 dərəcə. Onda biz qövsün ölçüsünü tapmaq üçün pi r böl 180 vur alfa düzünə istifadə edəsək. P-mizi verib bizə 3. R-imiz bizdə əqrəbin, dəqiqə əqrəbinin uzunluğudur. Dəqiqə əqrəbi də bizdə 20-dir. 20 böl 180 vur alfa. Alfamız da A-dan B-yə qədər gəlinə kimi 120 dərəcə gəlib. Vur 120. Yəni həmin bu AB qövsünə uyğun mərkəzi bucağımız 120 dərəcədir. Buradan da demək olacaq 40. Baxıram 21-ci suala. A-nın A kvadratı B kubu kiçikdir 0-dan. Sonra A kubu B kvadratı C böyükdür 0-dan və A C üstə 4 kiçikdir 0-dan. Buradan baxsam C üstə 4 üstə cütdür. Ona görə bu müsbətdir. Deməli A mənfi olmalı ki, mənfini müsbətə vuranı mənfi olsun. A-nı mənfi tapdıq. A mənfidir. Mənfi ədədin, deməli A-nı tapdıq mənfi. Mənfi ədədin cüt dərəcədən qüvvəti müsbətdir və onda gərək B mənfi ola ki, müsbəti mənfiyə hasil olsun mənfi. Deməli B də mənfidir. Gərək burada baxaq. Burada da baxsaq ki, A deməli mənfidir. Tək dərəcə qüvvət olduğundan yəni mənfi. B mənfi ədəddir, amma cüt dərəcədən qüvvət olduğuna görə müsbət olacaq. Mənfini müsbətə vuranda olur mənfi. Mənfi ədədə gərək biz müsbətə vuraq ki, daha doğrusu mənfiyə vuraq ki, cavab olsun müsbət. C olacaq mənfi. Baxıram 22-ci suala. 22-ci sualda modulların içərisi bərabərli 0-dır. Modulların cəmi bərabər 0-dır. X, Y xassini istəyir. Belə biz tək-tək modulların hər birini 0-a bərabər eləyirək. Və 3y minus 6 bərabərli 0-a. Buradan y olur 2-yə. Gətirib yerinə y-in yəni 2 yazdıq. 2x çıx 2 üstə gəl 11 bərabərli 0-a. X də bərabərdir. Deməli 2x bərabərdir mənfi 9-a. X də bərabərdir mənfi 4,5-ə. Buradan da x, y hasilini soruşur. Mənfi 4,5 vur 2, o da eləyəcək mənfi 9. Baxıram 23-cü suala. Deyişir ki, radius 8 olan, radiusumuz 8 olan dairəvi yol çəkməyə planlaşdırır. Yolun hər kilometrinə 8000 manat pul ayrılıb. Bu yolun tam çəkilib qurtarması üçün nə qədər pul ayrılmalıdır? Deməli, yolun uzunluğunu tapıram. C bərabər 2 pi. Buradan da 2 vurulsun. Pi'nin qiyməti 3 verilib. Elimizdə 8. Bu deyil 48. Deməli, yolun uzunluğu oldu 48 kilometr və hər kilometrinə də 8 manat pul ayrılıbsa 48 vurulsun 8000. O deyiləcək. Deməli 384.000. Baxıram 24-cü suala. 2 ədəd ədəd ortası 30, tənəsi ortası 30 olarsa bu ədədləri tapın. 2 ədəd götür, ədəd ortası 34-dür. Onda A plus B bərabərdir 68 olur və həndəsi ortası 30-a bərabərdir. Kök altında A vur B bərabərdir 30-a. Deyir, bu ədədləri tapın. Buradan da A deməli A vur B-ni tapsam olacaq 900. Hasili 900 cəmi 68 ədədlər. Deməli, biri 50 olar, biri də 18 olar. Çünki 18-i 5-ə vuran 90 eləyir. 18-ə vuran 900. Bu ədədləri tapın oldu 50 və 18. Baxıram 25-ci suala. 25-ci suala çevirən AC və BD vətərləri M nöqtəsində kəsişir. B M12, MD 5, MC 4, AM2 x plus 3 olarsa x-in qiymətini tapın. Burada da vətərin xassəsindən istifadə eləyək. Vətərin xassəsindən 12 vur 5 bərabərdir 4 vurulsun 2x plus 3-ə. Burada da 15 bərabərdir 2x plus 3-ə. İxtisar elədik. 2x bərabərdir 12-yə, x də bərabərdir 6-ya.